Quran-ı Kərim yazı olduğu üçün kitab adlanıb, yoxsa kitab deyil. Quran-ı Kərim Peyğəmbərdir. Bəs sizin əhd-i peymanınız var idi, ey Adəm övladları. Bu Hasan eləyib bizim əhd-i peyman. İnsan eləmədiyi şey adamın boynuna qoyar. Quran gəlib mənə təqvalı eləsin də. Bu deyir ki, bu kitab o adamlara hidayət edir ki, təqvası olsun. Mən hələ indi başlamışam, mənim təqvam haradan? Sən deyəcəksən, mən deyəcəm, bəh-bəh. O deyəcək, məsəl biz deyəcəyik, bəh-bəh. Cəmaat deyəcək, hələ o deyir, bu təsdiq eləyir, bu deyir, o təsdiq eləyir. Bizim ən böyük səhvimiz budur ki, Allaha inanırıq, şeytana yox. Biz şeytanın vəkilliyini eləyirik ki, mən şeytana uymamışam, özüm belə fikirləşim. Quran ayələri hamıya şamil olan ümumi kəlamlardır, yoxsa müəyyən şəxslərə və ya zamanlara xas mesajlar da ola bilərmi? İnsanlar hansı imamı sevir? O imamı sevir ki, onun başına sığal çəkəcək. Haçan dedi, qulluğundayam, başımı qoyma o dizinə. Birdən gəldi, bizə nə var, sən istəyin yox belə. Qiyamət sınırır ki, Əliyyəvm nəxtim ələ əffahim. Ağzı bağladı, danışmır. İmkan versə yenə başlayacaqsın. Mühür vuruldu və sana. Məsələn, yemək qorusun qabağına deyir ki, bunu düz kəsmişsiniz. Adət sən, mən niyə sən kafir hesab edirsən? Mən də müsəlmanam da, niyə düz kəsmişsin toyuğu? Mən Əbu Zərdən oxuyanda belə düşdüm dəhşətə. Peyğəmbər Əbu Zər gəldi ki, mənə nə vəzifə versin? Dedi, heç nə sənə verim. Belə, sənə istəmirəm müdiriyyətliyin olsun, bir şeyin tuturasan. Bismillahirrahmanirrahim. Salam, hörmətli izləyicilər, xoş gördük sizi yeni bir layihədə. Əminəm ki, hər biriniz dini məsələlərdə doğru yanaşma axtarışındasınız. Elə bu proqram məhz sizin üçündür, sizin üçün hazırlanacaq, hər həftə efirə gedəcək. Əminəm ki, bəyənəcəksiniz, qane olacaqsınız. İnşallah yeni bir layihə ilə Doğru Yanaşma adlı proqramla xidmətinizdəyik. Bizim Azərbaycanımızın tanınmış, dini sahədə mütəxəssis olanlar, ilahiyyatçı, ruhani alimlər buradadır, qarşınızdadır. Seyyid Mircəfər Əyyubov, hacı sizi salamlayıram. Xoş gəlmişsiniz. Axund Azər Sani, sizi də salamlayırıq. Xoş gördük. Əziz Hacı Ramil Bədəlov, sizi də salamlayıram. Salam, xoş gördük. Ümid edirəm, yaxşısınız. Hər üçünüz. Yaxşı gördüm sizi proqramdan öncə də. Əminəm ki, izləyicilər qane olacaqlar. İlk öncə qeyd etdiyim kimi maraqlı söhbətlərimiz olacaq. Əlbəttə ki, ilk proqramda Quran mövzusu götürülüb və bu da çox maraqlı olacaq. Allahın kəlamı ilə Quran-ı Kərimlə bağlı söhbətimiz olacaq. İnşallah ki, ilk sualımı vermək istərdim icazənizlə. Quran bütün insanlar üçün nazil olubmu? Belə bir sualım var. Quran ayələri hamıya şamil olan ümumi kəlamlardır, yoxsa müəyyən şəxslərə və ya zamanlara xas mesajlar da ola bilərmi? Seyyidlə başlayaq, icazə versəz əgər, buyurun. Elə müdaxilə eləyəcəksiniz. Bu eyni sualı üçünüzə də verəcəm. Buyurun Seyyid. Mən də salamlayıram, Allahın adı ilə başlayıram söhbətə. Bismillahirrahmanirrahim. Təşəkkür edirəm bu verilişə dəvət elədiyiniz üçün, belə mövzunu seçdiyiniz üçün. İzləyicilərə təşəkkür edirəm və əziz ruhanilər, ustadlar, sağ tərəfdə Axund Azər, sol tərəfdə Hacı Ramil. Mənim belə danışığım burada yəqin ki, imtahan xarakteri daşıyır. Quran-ı Kərim hamı üçündürmü? Bəzi şeylər aksiyoma olmasa da artıq aksiyoma şəklini alıb. Bu da həmin qəbildəndir. Quran-ı Kərim sonuncu dinin kitabı olduğu üçün hamı üçün olmaya bilməz. Çünki bu artıq Peyğəmbər gəlməyəcək, Quran gəlməyəcək. Deməli, onun vəzifəsidir ki, axıra qədər, qiyamətə qədər məsələni həll eləsin.
Bundan əlavə Quran-Kərimin özündə çoxlu ayələr var. Bir dənə ifadə var Quran-Kərimdə və mən bəllağa. Ayənin bir hissəsidir. Peyğəmbər, səni göndərmişik, bu sözləri sənə nazil etmişik, sənə, ümmətinə və bu sözlər kimə çatırsa ona aid. Bu cür bir ümumi ifadədir. Kimə çatırsa. İstənilən zamanda, istənilən məkanda bu sözlər kimə çatacaqsa, ona bu Quran-Kərim aid. Başqa ifadə endirir, kaffətən linnas. Bütün insanları əhatə eləyəndir Quran-Kərimin hökmləri. Əlbəttə, Quran-Kərim hökmləri deyəndə son dönəmlərdə biraz qıcıq yaradan sözlərdəndir bu. Quran-Kərimin hökmləri dedikdə biz Peyğəmbərə itaat edərək Quran-Kərimin hökmləri nəzərdə tuturuq, Oqtay müəllim. Yəni, biz Qur'anı İslamın bütövi hesab eləmirik. Bizim əqidəmiz budur ki, Qur'an və hədislər İslamdır. İkisi birlikdə. Biz ki, deyirik, Qur'an kifayətdir. O Qur'an kifayətdir ki, bütün ayələri nəzərdə tutulsun. Yoxsa bütün ayələrini qəbul edək, amma oradakı deyir, məsələn, لِتُبَيِّنَ لِلنَّاسِ مَا نُزِّلَ إِلَيْهِمْ Nəhl 44-dəki Quranı göndərmişik, Peyğəmbər izah eləyəsən. Bizcə bu ayəni qəbul eləmək bu olmur. Yəni, Quran-Kərim bütün ayələrini qəbul edir. Bəzisini qəbul edib, bəzisini buraxasan. Və Quran-Kərimin möcüzə olması elə buna görə xarakterizə olunur. Ecazkar bir kitabdır. Özdə ecazkar qanun yazan kitabdır. Elə bir kitabdır ki, Həblullahil mətindir. Allah ilə məxluqat arasında bir kanaldır. Mərifət kanalı, idraç kanalı. Yəni, Quran-Kərim yazı olduğu üçün kitab adlanıb, yoxsa kitab deyil. Quran-Kərim yazı olduğu üçün kitab adlanıb, yoxsa kitab deyil. Quran-Kərim Peyğəmbərdir. Yəni, rəsuldur. Daim vəhiy oradan axır bizə tərəf. Daim. Təsadüfi deyil ki, illər keçdikcə, əsrlər keçdikcə təfsirin daha geniş, daha samballı formaları çıxır. Halbuki vəhyə yaxın müddətdə daha yaxşı əslində alınmalıydı da. Amma getdikcə, çünki daim o qeyb əllər bizi təmin eləyir o ilahi mərifətlə, idrakla. Belə, yəni elə bilirəm ki, sualı müəyyən qədər. Axund Azər buyursun davamını, inşallah eşidək sizin yanaşmanızı. Əvvəla, davam deyəndə etiraz da olar, yəni tənqid də. əksinə, estağfurullah. Ağa danışdı, ətraflı danışdı, gözəl danışdı. O ki, qaldı, Quran kimi üçün nazil olub? Hudən linnas. İnsanlara hidayət eləmək üçün. Hudən lil muttəqin. Orada da seçir. Müttəqiləri hidayət eləmək üçün. Müttəqi, yəni təqvalı adam. Yəni günahdan çəkinən. Yəni pəhriskar. Yaxşı. Pəhriskarın da özünün hidayəti olmalıdır. Hidayət olmasa pəhriskar olmaz. Yox, pəhriskar oldu. Bir təqvalını hidayət eləyir. Təqvalı özü də hidayət olmalıdır da, ondan sonra da yol var da demək. Yəni, burada məqsədinə çatdırır mənasında da. Ümumi insanlar üçündür. Bu, hələ bu sözlər özləri bizi üçün bir ip ucu verir ki, düşünəsən ki, əvvəldir bütün insanlar üçündür. Ali məktəblər insanlar üçün deyil, amma oraya imtahan verib girmək lazımdır. İstəyirsən, Quran səni hidayət eləsin, Quran səni məqsədüvə çatdırsın. Onun üçün nə olmalısan? Təqvalı olmalısan, abituriyent olmalısan ki, sən gedəsən, ora hazırlaşıb, imtahan verəsən, lazım olan yerə çatasan, lazım olan yerdə o məqsəddir ya, ali hədəf. Ki, o da Allahdır. Ali hədəf Allahdır, Allaha yetişməkdir. Allaha yaxınlaşmaq, yəni yetişmək. Hidayət budur. Və Quran hər kəs üçündür. Sadəcə olaraq ondan istifadə eləməyin qaydası var. Bayaq ağa dedi ya, hələ Quranı mən qəbul eləyirəm. Necə qəbul eləyirsən? Yarısını qəbul eləyirsən, yarısını yox. Əgər tam qəbul eləyirsənsə, bəs Allah Teala demir Peyğəmbərə ki, ya izah elə.
Və izah hardadır? Allah Teala demir ki, ya, Qur'ana mütəhhərlərdən başqa heç kəs toxuna bilməz. La yeməssuhu illəl mütəhhər. Özdə mütəhhər, pak adam yox, pak olunmuşlar, pak edilmişlər. Bəs bu nəyə işarədir? İstər-istəməz Quran bizi hansısa fikir verirsən qapıya yönəldir. Hədəf göstərir, daha doğrusu o qapı göstərir bizə ki, o qapı ilə yaxınlaşına. Təbii ki, bütün insanlar üçündür. Amma bir məsələ var. Bütün insanlar üçünsə hər yerindən duran desin ki, şu Quran mən də insanam da, mən üçün Quran nazil olur. Mən Qurandan bu nəticəni çıxartıram. Mənə belə çatır. Sən bir işin mütəxəssisi olmalısan. Maşın da hamısı üçündür da. Hamı sürə bilər maşın. Maşın insanlar üçün deyil. Oturum belə maşına ki, mən sürürəm maşına, insan üçündür da maşın. Sənin bəs sürücülük, o sənədin olmalıdır, falan olmalıdır, falan olmalıdır. Bəzən 5-6 yaş. Hər bir işin şərtləri var, ha. Quranın yəni şərti olmayacaq. Ki, insanın əsas o qayəsi, hədəfi, məqsədi hara çatmaqdırsa, bunun üçün şərt olmamalıdır. Yəni, mən burada hələ nəqli dəlilləri qoyaq. Əqli dəlillərlə bir normal insan başa düşməlidir ki, hər hansı bir şeydən istifadə qaydası olmalıdır da. Yanaşması olmalıdır da. Hələ o düzgün yanaşma budur da. Düzgün baxış budur da. Doğru yanaşma. Məntiqli. Ki, məntiqli olsun yanaşma. Quranın bütün insanlara mesajı var. Ya Yuhannas, ey insanlar. Bir görsən kateqoriyaya bölür. Ey iman sahibləri. Hatta bütün insanlara demir. Ya eyyuhəl-ləzīnə āmenū. İman sahibləri. Ya ulul əlbab. Ey ağıl sahibləri. Müraciətin özündə bir mesaj var ki, burada ağlı işlədir. Bu imana dair olan məsələlərdir. Yəni, görsənir ki, insanlar təbii ki, müxtəlif kateqoriyanın adamları olur da. Adam var sadəcə olaraq elə-belə İslamı qəbul edir. Adam var iman gətirib. Adam var təqvalıdır. Adam var müqarrəbdir. Hərənin özünün orada mesajı var. Və yaxud bəzən də belə olur ki, məsəl üçün zikr. Mən zikr eləyirəm. Mənim elədiyim zikr, mən ona zikr demərəm. Mən ona deyərəm vird. Dilimin əzbəri olub da, subhanallah, subhanallah. Zikr nədir? Xatırlamaqdır. Əslində bu xatırlamaq nə üçündür? Allahı niyə xatırlayırıq? Ən azından hələ birinci mərhələsi ya, ibtidai mərhələsi odur ki, haramla üzbəüz çıxanda Allah yadva düşsün, onu eləməyəsən. Zikr onun üçündür, mənim üçün. Bir başqası daha ali məqamın sahibidir, o da zikr eləyir. Amma o zaten günahla üzbəüz çıxanda heç eləmir o günahı, Allah yadına düşür. Bəs onun üçün nəyə lazım zikr? Zikr onun üçün lazımdır ki, o müəyyən məsələlər var ki, onlar düşsün onun yadına. Məsəl üçün, falan kəs, mən bildin ki, mən yox, kimsən? Məmməd. Hansı Məmməd? Məmməd. Bir neçə dəfə o adı başlayırsan təkrarlamağa, hə, o Məmməd, bax, bu məsələ var. O zikirlərdən də biri hələ odur ki, insan bəzən o qədər zikr eləməlidir ki, o məqama gəlib çatmalıdır ki, bu sual yerinə düşsün, ələm əhədleykum ya bəni Adəm ən la tə'budu şeytan. Və sizin əhdi peymanımız var idi, ey Adəm övladları. Bu hasan eləyib bizim əhdi peyman. Eləmədiyi şey adamın boynuna qoyar. Demək eləyib, sadəcə olaraq bizim yadımıza, biz xatırlamırıq. Böyük kişilərin zikri hələ şeyləri xatırlamır. Qan ey zalım mənimlə əhd peyman etdiyim, bəli. Nə gözəl. Hacı, buyurun, sizi eşidək yanaşmanızı. İki dənə dəyərli ruhani qardaşım, Allah hifz eləsin, çox gözəl məqamlara toxundular, hər birinə təşəkkür. Mən elə orada Axund bir mövzuya toxundu. Zəlikəl kitab la reybə fi hudən lil muttəqin. Bu kitab hidayət edir təqvalıları. Elə oradan belə zehnimə gəldi bir mövzunda mən də bölüşüm. Elə mövzunun ətrafında
Baxın, insanın bir torpaq, tin tərəfi var, səthi öz, təbiət tərəfi. Quran o tərəfdən də tanışıb. Əculdur, tələsəndir, haykü salandır, cəhuldur, ləkənut, biraz inatkardır və s. Bir də bir fitrət tərəfi var, bir ali tərəfi var, bir ali öz var, qızıl öz var. O biraz tam fərqlidir də. Yəni biraz insan həm oradan payı var, həm buradan payı var. Həm bir tərəfi ərşdədir, bir tərəfi ərzdədir, belə deyək də. Deməli, insan əgər o fitrət tərəfini aktiv saxlaya bilsə, o fitrətin də bir təqvası var, buyururlar. Ona görə ayə deyir ki, Dəlikəl kitab la reybə fi hudəllil muttəqin. Axı, mən hələ Quran gəlib mənə təqvalı eləsin də. Bu deyir ki, bu kitab o adamlara hidayət edir ki, təqvası olsun. Mən hələ indi başlamışam, mənim təqvam haradan? Bəzi müfəssirlər buyururdu bu nöqtəyə çıxanda ki, deyir, fitrətin də bir təqvası var. Allah insanın fitrətini biraz elə yaradıb ki, həbbə beyleykum əl-imanə zəyyənəhu fi qulubikum Hucuratda deyir, içində bir məhəbbət qoyub ibadətə, içində nifrət qoyub günahlara, fucuraha və təqvaha. Ona görə məruf deyirlər də, ona da o yaxşı işdir. Fitrət tanıyır o yaxşı işdir. Tanıyır onu, yad deyil də, xatırlayır deyən kimi siz yadına düşür ki, odur. Deməli, biz indi o süfrəyə ki gəlirik, o süfrəyə təbiət tərəfi ilə adam gələndə belə başa düşürəm, təbiətin istəkləri ilə gələndə, burada çıxır artıq təfsir bir rəy, Quranı özünə uyğunlaşdırırsan, istəkləri və uyğunlaşdırırsan. Təbiət fitrətə qalib gəlir də. Təbiət fitrətə qalib. O da belə öz xoşladığı kimi bəzi adamlar görürsən də, mən necə istəyir, o cürünə. Quranda bir hədis çıxdı yadıma, indi yadıma düşdü. Deyir, Əl-Quran mədəbətullah. Quran süfrədir, amma içi dolu süfrədir də. Qıraqdan lazım necə tökəsən oraya. Var da, iyi oradan. Qüsuru yoxdur təkmilləşdirəsən. Ay, sağ olun. İndi biz fitrətlə əyləşirik o süfrədə. Hidayətdir bizə. Yox, əgər fitrətimizlə, yox, təbiətimizi gətirmişik ora, öz sərhəd qoymadığımız o istəklərimiz ki var, onu ilə gəlsək, orada artıq nə ki, mən Qurana iman gətirdim, Quran mənə uyğunlaşsın. Bu çıxır meydana artıq və burada artıq bir maniyə ilə üzləşir insan və orada gələk insan, gələk bəlli olsun. Fitrət tərəfi qurban getsə təbiətinə, axırı istədiyi kimi eləyəcək Quranı. Yox, təbiəti fitrətinə qulaq assa, onda hidayət olacaq. Onun da bir şərti var ki, əvvəl gərək ayırt eləyəsən ki, bu sənin təbiət tərəfindir, heyvani tərəfindir, yoxsa insani tərəfindir. Bunlar da var da, bunlar gərək ayırt eləyəsən də. Ayırt eləməsən, səhv salacaqsan, onu buna bilmir, qatacaqsan, aləm bir-birinə bilməyəcəksən, bu odur, o budur. Onda azmaq. Aləm deyəcək. Bir də Quranda da ayə adıma düşdü. Çox üzrəsim, ona görə yol göstərən olmalıdır. Əhsən. Mütəxəssis. İndi o şeylərin şəriətlə adları var ha. Ola bilər bəzi təbliğatların nəticəsində o adlara qarşı insanlarda antipatiya olsun. Amma biz onu deyək mütəxəssis, yol göstərən. Yol göstərən. Bu işin mütəxəssisi var. Və əxlaq ustadı. Nəsə deyək bunun adını qoyaq. Elə Quranla dedi, fəsəlu əhlə zikr. Bəli, zikr əhli. Bəli, soruşun zikr əhlindən. Bu işin mütəxəssisindən soruşarlar da işi də. Mən qonşumdan belə eşitmişdim. Kimdir sənin qonşun? Meçidə gedib gələn adam idi. Ondan sonra ki, o bir sənin 5 dəfə həcdə olub. Olsun da, onun nə aidiyyatı var məsələyə. Ən ağır məsələ budur, qeyri-mütəxəssisin rəyidir. Çətin deyə bu. Bu dəqiqə kimi dilləndirirsən, bu hardan öyrənmirsən bu fikirləri? Filan kəs deyib. Axa, kimdir o filan kəs? Bu zikr məsələsində də mən axın zikr mövzusuna toxundu, yaxşı bir şey dedi. Məmməd, hansı Məmməd zikr edirsən, yadva salırsan. Bu zikrin bir də başqa formatı var, alimlər buyururlar, başqa izahı var. Buyururlar, zikirlə müzakirə eyni kökənli sözdür. Tövrət və İncil əhli müzakirəyə qoymadı Tövrət İncili. Təhrif oldu, getdi. Amma Allah bizə buyurur ki, çox zikr eləyin, çox müzakirə eləyin Quranı. Qoymayın. Bax, indi biz oturmuşuq burada, biz üçümüz də eyni əqidənin adamıyıq. İndi sən deyəcəksən, mən deyəcəm, bəh-bəh, o deyəcək, məsəl biz deyəcək, bəh-bəh, cəmat deyəcək, hələ o deyir, bu təsdiq eləyir, bu deyir, o təsdiq eləyir. Biraz bir-birimizlə belə
Çəkişində. Mübahisə yox, amma müzakirə eləyəndə maraqlı olur ha. Bir dənə məsəl üçün zikrin haqqında sən gözəl bir söz deyirsən, mən biraz onun bir qırağından nəsə tapıram, deyirəm, o daha da genişlənir. Yoxsa ki, indi biz tamam bir-birinin əksinə sözlər başlasaq deməyə, ola bilər. İstənilən halda hər nə desə görə əsaslı deyək də. Yəni ümumi məntiqlər var da, hamının başa düşdüyü məntiqlər var. Bu Quranın müzakirəsində də bir söz deyim. Deyir ki, həmin alim yaxşı bir söz deyir. Deyir ki, hər şeyin bir günü var da. Polislər günü, həkimlər günü, nə bilim, uşaqlar günü, gənclər günü. Heç görmürsünüz ki, pul günü olsun. Yox. Çünki hər gün o gün. Hər gün müzakirə olunur o. O hər günümüzü alıb. Biz o zaman... Bizi əhatə eləyib o. Biz o zaman bu dini dəyərlərdə o uğura çatacaq ki, çox müzakirə olunsun, çox qeyd olunsun, əyyamullah çox zikr olunsun, ilahi günlər, ilahi mövzular, ilahi dəyərlər. Bezdirməmək şərti ilə. Hətta təbii də yerində. Həmişə eyni formada bu cəmaat gözəldir. Məsələn, deyir ki, hədisdə var ki, Rəsulullah sallallahu aleyhi və səlləm dövründə Əsr surəsi nazil olandan sonra müsəlmanlar xudafizləşəndə Əsr surəsini oxuyurdu. Əssalamu aleyküm əvəzdə dedilər ki, Bismillahirrahmanirrahim, vəl-əsr, innəl insan. Yəni xatırladırdı ki, bax, gedir amayadan gedir. İndi elə salarlar. Əsr surəsi. Və orada səbir. Qarşı tərəf soruşan rəhməti gedən var. O bizi nə ki əhatə eləyib, onu ilahi rəngə çevirmək lazımdır. Onda insan bezmir. Ona görə İslam deyir ki, din deyir ki, bizə Allah deyir ki, ilahi rəngə boyanın. Axı, razılaşmayacağım burada səndən biraz. Olar da. Biraz olar. Biraz olar. Nəyə görə? Razılaşacağım, amma yəni biraz istəyirəm bəhs genişləndirim, biraz canlandırım icazənizlə. Mən çox fikirləşirdim ki, bax, Əli əleyhissalam ilahi bir şəxsiyyətdir. Yəni, Həzrət Əleyhisselamdan xoşuna gəlməyənin həyatdan xoş gəlməsində, düzdür? Elədir. Niyə xoşlara gəlmirdi bu kişidə? Cürbəcür səbəblər var. İndi, çıxışı necə başlaydı məsciddə? Təcəhhəzü rəhməkumullah. Allah sizə mərhəmət göstərsin. Hazırlaşın ölməyə. Ay kişi, gəlmişik namaza, nə ölmək, nə ölüm. Hər gecə, hər gecə, hər gecə. Kimlə danışırdı, yönləndirirdi qəbrə, yönləndirirdi ölümə, yönləndirirdi torpağa. Və həmin o dəyərlərlə yaşayan Əli ibn Əbi Talib əleyhissalam qədər fəal, aktiv, coşqulu, şövqlü ikinci adam yox idi. Vururdular kənara, ya quyu qazırdı, ya xurma əkirdi. Ancaq aktiv fəaliyyət. Mən bu zövqü bir şeydir ha, yəni əsaslı bir şey deyil. O Fustu və Rəbbil Kəbə var orada mən nə duyuram? Yorulmuşdur. Yorulmuşdur da. Tutardı. Yəni nəticə nə oldu? Niyə görə? O həmişə deyirdi ki, qəbrə hazırlaşın, ona görə. Tək ona görə yox. Ümumiyyətlə, o dediyin ki var, insan bezdirməmək şərti ilə, o da iki cürdür. Bir var ki, doğrudan bezdiricidir. Məsələn, yemək qorusun qabağını deyir ki, bunu düz kəsmişsiniz. Adda sən, mən niyə sən kafir hesab edirsən? Mən də müsəlmanam da. Niyə düz kəsmişsin toyuğu? Sən müsəlmansın, sən təmizsən, mən təmizəm. Olmaz ki, belə. Bir də var ki, bizim xoşumuz gəlmir o adamlardan ona görə ki, onun yaşam tərzi bizə cansıxıcıdır. Onun dəyər verdikləri bizə cansıxıcıdır. Onun mənus olduqları bizə cansıxıcıdır. Əli əleyhissalamın məsələsini cəmaat ki, onu qəbul eləmirdi. Ən böyük məsələsi o insanların paxıllığı idi. Mən əslində o ki, mən niyə belə ola bilmirəm? Həm də inanmıram ki, Əli əleyhissalam ancaq bu cür adam olsun ki, hazırlaşın ölməyə falan. O xütbələrdə ola bilər də. İndi özdə ki, onların xütbələrinə fikir versən, uzağı bir vərəqdir də. Üç kəlmə deyirdilər, amma bu günə qədər təhlil olunur. Yəni, onlar bezdirən adam olmublar cəmaatı. Özdə Əli əleyhissalamın o yaxşı zarafatları, filanı, bu da var. Deyib gülən idi, bu da var. Yəni, bu özü göstərir ki, bu cəmaatı bezdirən adam olmayıb. Adam istəyirdi o ilə söhbət eləsin. Sadəcə olaraq insanların danışdıqları ilə yaşayışı düz gəlməyəndə
Adam var ancaq danışanda yaxşıdır da. Ancaq danışdır onu yaxşıdır, əladır. Amma həyatına baxırsan ki, o dövr biraz oturub durarsan, görərsən ki, ürəyin sıxılır, yox da bu olmadı. Musa kimi danışır, qarın kimi yaşayır. Ona görə qiyamət sindirir ki, Əliyyəv nəxdim əla əffahim. Da ağzı bağladı, danışmır. İmkan versə yenə başlayacaqsan. Mühür vuruldu və salam. İnsan çalışmalıdır ki, o danışığı ilə həyatını eyniləşdirsin. Bir məsələdir ki, bir insanın ki, həyatı onun danışdığı ilə düz gəlmir, qıcıq yarana bilər. Cansıxıcılıq yaradacaq. Bəli. Ən azından yaxınlaşdırsın da. Yəni icazə bizdən bir dənə də mən burada. Bir sənə imkan vermədik. Yox, xoş. Hələ sizi dinləmək mən xoş, həqiqətən zövq aldım. Allah sizi eləsin. Mən elə sizdən ilhamlandım. 2 dənə ayə yadıma düşdü. Elə sizdən danışa-danışa. Elə bilirəm ki, o şəxsiyyətlərin, ümumiyyətlə Quranda 2 dənə yerdə görmüşəm ki, bir qiyamət mövzudur, bir peyğəmbərlə bağlı mövzudur ki, insanlar bir növ qəbullana bilmirlər qiyaməti və peyğəmbəri. Niyə? Qiyamət məsuliyyət gətirir, peyğəmbər də sərhəd qoyur. Qiyamət üçün deyilən ayə budur, bəli insan yurid liyəfcura əmaməhu. İstəmir də qabağında sədd qoysunlar. Bu təbiət xoşlamır da. Eynilə Peyğəmbər haqqında bu ayə çıxıb qabağıma məni çox düşündürürdü. Və mə ərsəlnaki illə kəffətən lilnas. Mən səni insanlara kəffə sözünü bir müfəssir izah verirdi. Maul kaffə var idi, biz qrammatik oxumuşuq da, indi cəmaatı yormayaq. Və yaxud ağa deyəndə sənin reaksiyonundan hiss elədim ki, o kaffəni. Bilirsiniz, o gəlir, mane olur da insanlara. Peyğəmbər mane olur. Əslində mane deyil, belə baxanda yol açır. Amma bunun Ağbandır da buduyur. Ay solda. Bunun səthi tərəfinə bir növ o mane olur, ali tərəfinə yol açılır da. Bu orada barışa bilmir, bu orada razılaşa bilmir. Belə deyək, bəzi vaxtlar insan bir qarşı tərəfi sevir. Mən özüm İmam Zamanı həmişə düşünürdüm. Deyirdim ki, biz İmam Zamanı sevirik, sevmirik, özü bir inşallah sevirik də, indi öz yerindədir. Amma bəzi vaxtlar dedim, insanlar hansı imamı sevir? O imamı sevir ki, onun başına sığal çəkəcək, haçan dedi, qulluğundayam, başımı qoyma o dizinə. Birdən gəldi, dedi, bizə nə var, sən istəyin yox, belə. Mən Əbu Zərdən oxuyanda belə düşdüm dəhşətə. Peyğəmbər Əbu Zər gəldi ki, mənə nə vəzifə versin? Dedi, heç nə sənə vermir. Sən elə, belə, sən istəməm müdiriyyətliyin olsun, bir şeyin tuturasan. Vardı o tarixdə, bilirsiniz. Əbu Zər bunu necə qarşıladı? Oğlu baş üstə. Zübeyir necə qarşıladı? Zübeyir aləmdə. İncidi o boyda cəməl, o boyda belə deyək də, aləmdə idi bir-birinə. Güya da orta tövbə elədi. Öz əməlləri, öz tarixi, öz cihadı, hamısı. Hər şeydə vurdu, dağıtdı da. Bir yerdə də tarixdə oxumuşdum ki, Həzrət Zəhranın, demirəm konkret elədi, yoxsa Həzrət Zəhranın dəfnində iştirak edən adamlardan biridir. Xülasə, Quran da belə deyək, insanın bəzi vaxtlar gəlir. Bu haqda icazə versiniz, mən də birini fikir deyərəm. Bu haqda tamamlamış. Bir dənə də burada bir dənə sözümü deyim, ondan sonra siz deyin. Bir də yeri gəlmiş, Quran adı da bir zikirdir, yaxın. Bir adı zikirdir. Zikirdir. Yəni zikir, siz demişəm, Quran da bizi xatırladır. Bir yaxında bir araşdırma edirdim. Deyirdi ki, Quranın ərəb dilində oxumaq izni duxul deyilən bir şeylər var da. Ziyarətnamada sən izni duxul oxuyursan, sonra gizləcək. Deyirdi, bu ərəb dili izni duxuldur. İcazə verirsən, gəlib səndən söhbət edeyim. Bu hələ qapı döymə idi. İlişib qalmayım qapıda. Buyurun. Bir dənə üzr istəyirəm, Axund davam edər. Başa düşdük ki, nasihlərdən xoşları gəlmir hər adamın. Yəni nasihdir də. Nəsiyyət edən deyirsiniz yəni. Nəsiyyət edən. Quran da nəsiyyət edəndir də sanki də. Yəni bəziləri ola bilər də, ona görə də Qurandan xoşlarını gəlmir. Yəni Quran oxumaq istəmirlər, Quran oxuyanlardan xoşlanmırlar. Çünki nasihdir də, Quran da bir nəsiyyət edir də. O da bir səbəbi ola bilər. Orada bir dənə də bunu da demək olar ki, mən deyim o qalsın, amma danışmayayım ki, Axundun fikri var ortada. O saxlamayayım mən. Ayə var, deyir, əfələ yətədəbbərunəl Qur'an əm ələ qulubin əqfaluha. Qəlbləri qıfıllanıb bəzi adamlar, ona görə Qurandan üsiyyətləri pozulub. İndi o qıfıllanmaq nədir, onun haqqında danışarıq, buyurun. Axund, buyurun, davam edin siz. Məsələ sevgi məsələsidir. Bütün məsumlardan hədis var ki, din sevgidən başqa bir şey deyir. Din leysə illa hübb. Elə deyir. Qəbul edirik də bunu da. Mənə.
Deməli, yaxşı, indi bu sevgi məsələsi. Sevgi iki cür olur da. Bir var ki, sən özünü sevirsən, deyə sevirsən. Yəni, özünküləşdirmək üçün sevirsən. Bir də var, sevirsən əsl sevgi, fədakarlıq göstərib sevirsən. Bir sevgi var, mənimsəyirsən, bir sevgi var, yəni özünküləşdirib. Bir də var, sevgi, sən özünü verirsən fəda. Onun üçün rəhmətli Füzulinin o bir beyti kifayətdir ki, canı kim cananı üçün sevsə, cananını sevər. Kim cananına görə sevir ki, ondan bir mənə bu əmanətdir, o elə cananını sevir deməkdir. Kim ki cananını sevər, canı üçün öz canını sevər. Məlum? Kim ki cananı sevir, öz canına görə özünü sevir. Biri ego tərkibli sevgidir, biri isə fədakarlıq. Bütün məsələlər də fikir verirsən ki, bunun üstündədir. Yəni, hansı məsələ bu saat? Allah Teala Adəm əleyhissalamı yaratdı. Dedi, mən bunu sevirəm. Yəni, dolayısı yolla mən bunu sevirəm. Mənim xəlifəmdir. Yer üzündə canişinimdir, elədir. Bir dənə imtihan elədi. Görün, mənim sevdiyimi sevə bilirsən, həqiqətən sevgili sübut elə. Yəni, qanun budur ki, insan bir varlığı sevirsə və fədakarcasına sevirsə, egoistcəsinə sevirsə yox, fədakarcasına sevirsə, o onun sevdiyini də sevməlidir, ona verilən əmrləri də sevməlidir. Necə ki, Əbazər gəldi, yox əmrini aldı, itaət elədi, o birisi yox əmrini aldı, fitnə törətdi. O sevgi ki, onun içərisində fədakarlıq var, İslam onu bizə təqdim eləyir. Ta ibtidai bəşəriyyətdən, Adəmi yaradandan üzü bu yana ki, deyir ki, mən Adəmi yaratdım, sən istəyirsən, bax, mənə xidmət elə. Sənə xidmət necə olur, ay Allah? Mənim məxluqatıma xidmət eləməklə. Mənim yaratdım, mən sevərək yaratmışam bunları. Hətta ən pisi var ya, ən pisi. O pislərdən biri Firondur. 2 dənə kişi yollayır üstünə Fironun. Deyir ki, o ilə belə şey danışır, şirin danışın, bəlkə razılaşdı. Musa ilə Harun. Bəli. Musa peyğəmbər. 2 dənə şəxsiyyət yollayır ki, bu mənim məxluqatımdır da. Allah Teala bir şeyi yaradı, sevərək yaratdı da, gözəl yaratdı da Allah da. Demək, biz Allahın sevdiyi, yaratdıqlarını sevməliyik. Çünki o sevərək yaradıb. Başa düşdüm mən də sizi. Aha, buyurun. Və həmçinin burada da bir başqa məsələ var. Bir də var ki, Allahın vəlisi, Allahın höccəti, Allahın yer üzündə nümayəndəsi, onun dediyi sözlər, onun verdiyi əmrlər, bu sənin şəxsi marağına zidd də olsa, sən onu sevməlisən. Çətin imtihan bu deyə. Nəinki qəbul eləməlisən. Sevməli, sevə-sevə qəbul eləməlisən. Bir vəziyyət çəkə-çəkə qəbul eləyirsən. İndi yaxşı da demirsən 5-dən 1, hə, yaxşı oldu. Amma bir də var, onu sevirsən. Sevə-sevə qəbul eləyirsən. Və sevə-sevə əda eləyirsən. O Sədinin də səhv eləməsəm deyir. Be cahan xürrəməzanəm ki, cahan xürrəməzust. Bəli. Aşiqəm bər həmə aləm ki, həmə aləməzust. Dünyadan görə şadam ki, dünya onunla şaddır. Bütün kainatı aşiqəm, çünki hamısı onundur. Bəli. Öyle o Baba Tahirin sözü də həmən şeydə. O nə istəyir, mən onu istəyirəm. Yeki dərd o, yeki dərman səndə. Bəli. O nə istəyir, mən onu istəyirəm. O ki, qaldı nasih məsələsinə, nəsihət verən məsələsinə. Düzdür, Qur'anın nəsihəti çoxdur. Amma Qur'an başdan ayağa hamısı nəsihətdir. Qur'an başdan ayağa zikirdir. Ona üzr istəyirəm. Oqtay müəllim zada görə deyir. Salih əleyhissalamın ayəsinə görə deyir. İnnəkum la tuhibbun nasihin. Təxminən belə bu ayədir. Siz nəsihət verənləri sevmirsiniz. Bəli. Xeyirxahları sevmirsiniz. Niyə? O adamın içində o ego var. O adam özü Allah deyir də, indi Quranda da deməsə, hədis qudsidə demə hər şeyi bol vermişəm, bir şeyi az vermişəm. O bol verdiyimdən hamı narazıdır, az verdiyimdən hamı razıdır. O ağıldır ki, onu az vermiş. Hamı öz ağlından razıdır. Kim kimə nəsihət versə. İçərisində bir insan deyir ki, mənim öz ağlım yoxdur, mən bilmirəm nə var, nə yox.
Bu nə normal O bir qədər şey. maraqlı söhbətdir. Suallarım qalıb, sözünüzü də kəsmək istəmirəm. Buyurun, Bir də buyurun. təzə, bilmirəm, bu nəticəyə gəldi ki, Quranın bütün işi zikirdir. Əgər bu nəticəyə gəlmişsə, mənim bir deyəcəyim var. Çünki Quranda bir ayə var ki, buyurur, 2 dənə ayə gəlir. Əlləməkə mələm təkun tə'ləm. Sonra deyir ki, Peyğəmbər, sənə elə şeylər öyrətdim ki, mələm təkun tə'ləm. Heç vaxt öyrənə bilməyəcəkdin, əqllə oralara çata bilməyəcəkdin. Cəmaatın bilmədiyi bir mövzudur. Bunu sənə öyrətdim ki, sən öyrədəsən insanlara. Bu 2 cür gəlib bu ayə. Həm ümmət üçün gəlib, həm Peyğəmbərə gəlib. Yəni sən də Peyğəmbərə bəzi şeylər, Peyğəmbər cəmaata bəzi şeylər öyrət ki, zikirlə nəzədir? İstəyirəm deyim ki, Quranın bir işi zikridir. Sənə yada salmaqdır bəzi mövzuları. Bəzi mövzuları sən bilmirsən, bildirməkdir. Sən bilmədiklərin var. Özü də bir zikirdir də. Axı zikirdə gəlin belə razılaşaq ki, mən bilirəm, yadımdan çıxıb xatırladırlar. O nə əvvəli var, bir sabiqəsi var. Düzdür. İndi qəflətdir o tərəfi, bir tərəfi nisyandır. Amma bu bir tərəfi axı sən bilmədiyini bildirdim sənə. Axı bəzi mən fitrətim tam bəzi mövzuları tam bilim. Mən müəyyən qədər məlumatla doğulmuşam da, pik məlumatla doğulmamışam ki, bəzi məlumatları Allah içimdə öyrədib verib, bəzi məlumatları Peyğəmbər göndərib öyrədib mənə. Ona görə bəzi bilgiləri mən bilmirdim heç. O gəldi mənə Quran bəzi mövzular. Hətta bir dənə mövzu aça bilərəm burada sizə. Yeni bir mövzudur. Ulumul Quran haqqında. 50-60 dənə dərsdir. Müəllif orada bir mövzu açıb. O mövzular ki, bəşər ağlı onu çata bilməzdi, tapa bilməzdi. Yalnız səmavi kitab gətirib onu verib. O ayələri yığıb qoyub ortaya. Qəbul. Amma bir məsələ var. Bir var hədəf, bir var vasitə. Allah Taala vasitələri öyrədir insana. Hədəf ki var idi əsas məsələ, onu xatırladır. Dolayısıyla yolundan olar da bir xatırlan. Çünki özü deyir ki, bu zikirdən başqa bir şey demir. Aləmlər üçün zikirdən başqa bir şey deyil, elə deyil? Mən gözləyirəm. Aləmin. Zikirdir, yenə istəyirəm deyim, sözsüz ki zikirdir. Amma bilirik axı bu şey ki var, ərəb qrammatikasında ki, hərdən gəlir, belə deyə, adı zehnimdən çıxdı. Ya innəma kəlməsidir, həsr. Həsr həmişə, yəni bu mənada olmurdu. Onu bilirik axı, həsr görsən bəzi vaxtlar gəlir. Belə deyək də, o zikrin yarısını Axund deyən zikri qəbul elə, yarısını da mən deyən zikri. Razılaşaq da. Amma o nasih sözündə mənim inqultum var, Oqtay müəllim. Mənim də bir sözüm var ha. Mənim də var. Onun nasihin ki var, nasihləri sevirəm. Suallarım qaldı gələn həftəyə. Ərəb dilində, Quran-Kərim terminində nəsihət xeyrxahlıqdır. Bizim nəsihətdən deyil. Yəni, siz xeyrxahları sevmirsiniz. Bir maraqlı əhvalat var. Bütün demək olar məzhəblərin kitablarında var bu. Əbu Cəhl günlərin bir günü küçədə cəmaatın gözün qabağında Peyğəmbər sallallahu aleyhi və aleyhi qucaqla döpdü. Maraqlıdır. Variant olar çox. Dedilər ki, Əbu Süfyan kim dedi, sən nə edirsən ay kişi? Biz aylardır təbliğat aparırıq. Hiss elədim, vurdun divara hamısını. Niyə belə? Deyir ki, neyini xoşum gəldi bu işdən, amma sərf eləmir də bu. Peyğəmbər kimi qəbul eləmirəm. Çox mədəni adamdır, təmiz adamdır, əxlaqlı adamdır, kişi adamdır, amma lazım deyil də. Maneçilik törədir bizə. Şərt də qoyurdular da, deyirlər ki, qəbul eləyirik də. Firon Musanı görən kimi sevmədi. Məhəbbəti doldurur. Orada məşhur sözü var. Səhv eləməsəm elə Əbu Cəhlin sözüdür. Dedi, niyə, mən hər şeydə bunu gözəl insan kimi qəbul edirəm. Sadəcə, niyə Allah məni yox, onu seçdi Peyğəmbər. Mən Peyğəmbər olaydım. Həm oydu, həm də ki, bilirsiniz necə idi? Bir nəfər, Allah rəhmətlə dünyadan köçüb, bir ruhani bir söz demişdi. Bu kişi də etiraz edirdi ona. Gördü, ola bilməz belə bir şey. Axırı sübut oldu ki, olub. Dedi, yox, bu filan kəsin nəvəsidir, qəbul eləmirəm. Bu avra var bir dənə. Ki, niyə Quran bu boyda qəbilələr? Bu, Peyğəmbərin dövrünün də deyil, ha? Niyə bu Quran böyük qəbilələrdən kiməsə gəlmədi? Bu, hətta biz baxırıq Talut məsələsində. Bəli. Deyir ki, Talutun pulu var, Allah onu cisim baxımına sərkərdə seçib, pulu yoxdur ki. Və nəhnə əhəqqü bil mulki minh. Və ləm yu'tə səətən minəl, təxminən belədir.
onun var dövləti yoxdur. Biz daha haqlıyıq, layiqik o vəzifəyə. Buna görə qəbul eləmirdi. Elita dövrdə bu geridə qalmış adamdır filandır. Bu yaxşı oldu ha bu söz. Allah Taala bunu darmadağın eləmək üçün əlindən gələni eləyir də. Əstəğfurullah, yəni bu belə desək, ixtiyar çərçivəsində, azadlıq çərçivəsində. Bu Əhzab surəsində ki var, la təbərrəcə təbərrəcəl cahiliyyət ula, ilk cahiliyyət dövrü. İkinci cahiliyyət də budur İslam aləmində. Yenə elita, təbəqə, yenə sinifləşmə, mədəni formada, amma yenə həmin format. Yəni bundan bəşər qopa bilmir də. Əslində Bilalı da Kəbə evinə qaldırmaq, o da bir mədəni inqilab idi. Həmin şeydir. Yəni belə deyək, şıya deyənlər qalıb bir qulaqda, şıya deyənlər əzan verirlər. Çünki həm də Bilalda 3 dənə şey cəm olmuşdu. Bir rəngi qara idi, bir özü qulu idi, bir də fəqir idi. Məkkəli də deyildi. Bu qəbullana bilmirlər. Mən nəsihəti haqqında istədim bir söz edeyim. Nəsihəti bir bax araşdırırdım. Nəsihə, nasix, minsəhə iynəyə deyirlər, nasix dərziyə deyirlər də. Nəsihət neysə tikməkdir də, yəni dağıtmaq deyil. Nəsihətlə sən neysə bərpa eləməlisən. Bəzi vaxtlar biz insan görürük, qarşı tərəf deyir, adı nəsihət edirəm. Nəsihət deyir də görürsən, yəni bu dağıdır. O qədər maraqlı bir diskussiya mı deyim, deduksiya deyə bilmərəm, amma müzakirə çox gözəldir. Suallarımız qalıb, mən düşünürəm ki, bəzi suallar var, onları növbəti həftələrə saxlayaq. Vaxtımız azdır deyə. Mən zikrin üstündə istəyirəm qalasız biraz. İnna nəhnu nəzzəlnə zikr və inna ləhu ləhafizun. Bu ayə haqqında Seyid nə deyə bilərsiniz? Zikr, ümumiyyətlə, Quranın bir adı da zikirdir. Həqiqətən bu zikri biz göndərmişik və biz də onu hökmən qoruyacaq. Bu həm Quran-ı Kərimin təhrifdən amanda qalmasının əsaslarından biridir. Amma burada bir istiqaməti dəyişmək istəyirəm insana tərəf. Bu ayədə Allah Teala buyurur ki, Quran zikirdir. Başqa ayədə buyurur ki, fəsəlu əhlə zikri in kuntum la ta'lamun. Nə bilməsəniz, zikr əhlindən soruşun. Yəni Quran əhlindən soruşun. Quran əhli kimdir? Axund deyən, la yəməssuhu illəl mutəhərun. Hər ərəb dilini bilən Quran əhli ola bilərmi? Xeyr, əgər elə olsaydı... Ərəblər özü də olanməzdə, yəni. Heç kim ola bilməz, mütəhərlərdən. Elə olsaydı, Allah Teala dediyim kimi, Nəhl surəsi 44-cü ayədə deməzdi, bu zikri sənə göndərmişik ki, insanlara nazil olanları onlara açıqlayasan. Mütəhərlər kimdir? Əhzab surəsində buyurur ki, Əhləl beyt innəmə yuridullah liyuzhibə ənkum rizsə əhləl beyt və yutəhhirəkum təthira. Pak edilmişlər əhl-i beytdilər. Yaxşı, bizim bu zikirdən payımız nə olacaq əxlaqı baxımdan? Mövzudur. Quran buyurur ki, Fəzkuruni əzkurkum. Siz məni xatırlayın, mən də sizi xatırlayım. Allah bizi unudur. Xeyr. Necə xatırlasın? Buyurur, La təkunu kəlləzinə nəsullahə fəənsahum ənfusəhum. Olmayın adamlar kimi ki, Allahı unutdular, nəticədə Allah onların özlərini unutturdu. Yəni bizim özümüzə qayıdışımız Allahdan keçir. Allahın zikrindən keçir. Başqa variant yoxdur, başqa çarə yoxdur. Niyə yoxdur? Çox böyük alimdir bu sözü deyən, həqiqətən də mislisiz alimdir, hamımızın tanıdığı alimdir. Ən böyük təfsirin müəllifi. Çox böyük alimdir, həqiqətən. Deyir ki, bizim ən böyük səhvimiz budur ki, Allaha inanırıq, şeytana yox. Biz şeytanın vəkilliyin eləyirik ki, mən şeytana uymamışam, özüm belə fikirləşirəm. Mən özüm belə düşündüm. Mən deyən, sən şeytana uymuşsan, mən uymamışam. Bu dava eləyirik, mübarizə aparırıq. Şeytan da gülür ki, buna bax. Mən buna istədiyimi eləmişəm, vəsvəsəmi eləmişəm, təhrik eləmişəm. Nəinki mən deyən eləyir, mən də müdafiə eləyir. Mən də paket çıxardı, bəraət qazandırır. Deyir, bizim problemimiz şeytanı qəbul etməməkdir. Biz elə bilirik ki, bir Allaha yaxınlaşmaq var, bir şeytana yaxınlaşmaq var, bir də özbaşınalıq var. Özbaşınalıq yoxdur aləmdə.
Neytral yoxdur. Yoxdur. Ya Ya o, Allaha ya yaxınlaşsan, ya da şeytan qapır səni. Fəhvə ləhu qarin. Ha, üçüncü. Ora qədər ki, İnnə şeyatinə ləyuhunə ilə avliyahim. Ora çatır ki, vəhy eləyir, əmr eləyir şeytan öz dostlarına. Yəni, zikirdən qaçdın, başqa ayədə nə deyir? Mən ə'rədə ən zikri fə innə ləhu məişətən dənka. Kim mənim zikrimdən imtina etsə, onun həyatını, özdə məişətini sıxıntıya çevirəcəm. Yəni, elə bilməyin təkcə axirətdə, burada da bədbəxt eləyəcəm. Allah eləyəcək, bu təkvini iradədən söhbət gedir. Çünki bir nəfər Allahdan ayrıldısa, ayrıldığı qədər bədbəxt. Nə qədər ayrılıb, oraya qədər bədbəxt. Orada bir dənə də əlavə bunu eləyərdim ki, belə deyək, axara da uyğun da ayə ki deyir, fəskuruni əskurkum, siz məni xatırlayın, mən də sizi xatırlayaram. Buyururlar, onun da bir nişanəsi olar da, mən indi nə bilim, Allah məni xatırladı, yoxsa yox, onun da nişanəsi budur ki, əla bi zikrillah tətməinnul qulub. Gördün ki, qəlbində bir aramlıq yarandı, yəni, bil ki, o səni xatırlayıb. Çünki ayə demir ki, sən onu xatırlasan, aramlaşarsan, o səni xatırlasa, aramlaşarsan. Bir mənim onu xatırlamağım var, bir də onun məni xatırlamağı var. O məni xatırlayanda istər-istəməz nəticə budur ki, mənə bir aramlıq da gələr və rahatlıq da gələr. Bu da əslində bir ünsiyyətdir də, bəndə ilə Allahın arasında bir rabitə artıq yarandı. Yəni, bunu götürüb gedə bilsə nə yaxşı olar. Zikrin insana verdiyi töhfələrdən biri də, saysız hesabsız töhfələrdən biri də odur ki, deyirəm, mənə hər şey səni xatırladır. Bizim o poetik cümlələrlə desək. Əleyhissalam deyir, mən hər şeyə baxdım o ilə bərabər. Allahı gördüm, ondan əvvəl Allahı gördüm, ondan sonra Allahı gördüm. Yəni, onda bu lap genişdir. Və Allah Teala deyir ki, yetimin malını yiyən o deyər. Nisə surəsi 10-cu ayə. Əleyhissalam deyir ki, mən yetimin malını od görürəm. Yəni, sən mal kimi görürsən, mən od kimi görürəm. Bu xatırlamalar zikr. İnsanı getirir belə bir yerə çıxartır ki, insan hər şeyin həqiqətini görür və İbrahim əleyhissalam üçün deyir ki, biz mələkutu onu göstərdik. İnsanın necə ki, cismində 5 duyğu hissi ki var, görmək, eşitmək, dad bilmək, qoxu bilmək və lamisə, toxunma. İnsanın cisminə aiddir bu. İnsan o üzvlərdən düzgün istifadə edəndə onun ruhunun, qəlbinin də o hissləri açılır. O zikirlə olur. Yəni xatırlamaqla, necə, nəyi xatırlamaqla, Allah verdiyi gözdən göz kimi istifadə elə, Allah dediyi kimi istifadə elə. Dediyi kimi istifadə elə. Qulaqdan eşitməkdən dediyi kimi istifadə elə. Harama qulaq asma, harama baxma, haramla... Bütün sənə verdiklərini kontrolda saxlamaq özü bir dənə nədir? Zikirdir. Həmişə xatırlayırsan ki, Allah səni görür. Allah sənə baxır. Allah bunu bilir. Özü yəni kontrolda saxla. Hər sahədə. İnsan özünü kontrolda saxlayanda başlayır içəridəkilər inkişaf eləməyə. Bu inkişaf edir, bunlar hamısı onu xatırlamaqdan irəli gəlir və zikir. Hər kəsin özünün o mənəviyyatı nə boydadırsa, zikri o boydadır və təsiri də o cür olur. Həzrəti Yusif əleyhissalam zikr etdi də, orada qapılar açıldı onun üzərinə. Həzrət Yusif, mən zikr deməzdim. Məazəllah, bu zikrində o mənada ki, dedi ki, Allah xatırladı deyə. İnnəhu Rəbbi əhsənu məsvaya. Və qapılar da açıldı da, bağlanmış, onun üzünə o zikr bağlanmış. eləyirdi ki, harama gəlib çatanda ondan qaçsın. Artıq onun praktikası idi. Zikrin, o xatırlamağın o praktikası idi ki, gəldi, nəticəni bu cür verdi. Lənusrif ənhu əs-su vəl-fəhşa deyə sözə deyir, ayədə deyir. Bəzi adamlar var,
o günahdan qaçır. Bəzi adamlar günah ondan qaçır. Bəzi Bəli, zikir bəli, insanı bir yerə yetirər ki, günah ondan Tək qaçar. Həzrəti Yusufun o bağlı qapını açması deyil ki, İbrahim əleyhissalamın od yandırmaması məsələsi də bunlar. Bunlar hamısı o şeylərin nəticəsində. Bəli, çox gözəl idi. Həqiqətən də bu belə deyim də axtardıqlarını tapacaqlar. Düşünürəm, rəy də yazarlar proqramı izləyəndən sonra. Əlbəttə internetdə izləyənlər yaza biləcəklər fikirlərini. Düşünürəm ki, çox maraqlı idi. Həqiqətən də 3 böyük söz ustadı və alimlər, mütəxəssislər. Yəni həqiqətən də Quran haqqında danışmağa qabiliyyəti çatanlar çox tərifləməyim, əlbəttə bundan daha da artığına layiqsiz sözsüz. Allah sizi qorusun, hər üçünüzü. Allah sizi qorusun. Mənim də suallarım qaldı. Növbəti həftə düşünürəm ki, hələ qabaqda var. İnşallah olacaq. Suallarımı verə biləcəm sizə. Bəlkə gələn verilişdə də elə bu sual başladı, tezdən başladıq danışmağa. Allah sizi qorusun. Bir daha təşəkkür edirəm sizə. Təşəkkür ederiz. Əziz və möhtərəm izləyicilər, Allah hər birinizdən razı olsun. İzlədiyiniz üçün təşəkkür edirik. Sağ olun.